Eldar Namazov Azərbaycanın Cumhurbaşkanı yardımcısı işləyib 30 gündən sonra danışdı. Herhalde Eldar Namazov da 10 gün bundan qabaq da danışa bilərdi, 20 gün bundan qabaq da danışa bilərdi. Eldar Namazov indi bu qənaətə gəlir ki, nəyisə açıqlamaq lazımdır. Çünki deyəsən Ramiz Mehdiyə məğlub ola bilər. Anlayışınla açıqlama verib. Eldar Namazov cəmi 2 faktla bağlı danışıb. 2005-ci ildə də Eldar Namazovun özü bilirsiniz, bir dənə blok halında seçkiyə getmişdi. Yes bloku idi də deyəsən. Hər hansı bir blok yaratmışdı. Və orada da o Əli İnsanovun adamlarından ibarət, yəni ictimai rəydə olan mövzudan danışırıq ha. Bir blok yaratmışdı. İndi Eldar Namazov çox gözəl bilir ki, 2005-ci ildə nə baş verirdi. Azərbaycanda dövlət çevrilişini hansı formatda gerçəkləşdirə bilərdi və niyyətlər nə idi? Mənə elə gəlir ki, yaxın zamanda Eldar Namazov haqqında da danışacaq. Yeni zamanda inanıram ki, Eldar Namazov həm də Milli Şuranın prezident kampaniyasında, Moskvada milyarderlər ittifaqının yaranması, Azərbaycanda dövlət çevrilişini gerçəkləşdirmək siyasətindən də açıqlama verəcək. Deyirsiniz, o vaxt 2013-cü ildə o milyarderlər ittifaqı... Hamısı Azərbaycanda bəli, dövlət çevrilişini... Onun xeyir duasını da Ramiz Mehdiyevdən. Azərbaycanda bu çəti olmadan, bu strukturlar olmadan kimsə dışarıdan hərəkət edə bilməz ki, dış güclərin əlini oynaya biləcək, onların maraqlarını həyata keçirə biləcək Azərbaycanı əzmək şərtindən tək güc Ramiz Mehdiyev üzərindən formalaşmış dış güclərin təşkilat edə bilər. Və onlar da təbii ki, sinxron hərəkət içərisindədirlər və bir-birinlə bağlıdırlar. Bununla yanaşı Elnur Aslanov məsələsində danışmışdıq bir ara, xatırlayırsınızmı? Elnur Aslanov. Elnur idi, elə mi? FETÖ-çü? FETÖ-çü deyəndə, FETÖ Ramiz ilə bir yerdədir də. Kürəsəl mafiya deyəndə Zahir bəy, bu başdan elan edeyim ki, orada iştirak edir kürəsəl mafiyada Azərbaycan üzərindən Soros, FETÖ, USAID-in, Amerikanın demokratlarına bağlı bir sıra digər qurum və quruluşların hamısı, eyni zamanda terror təşkilatı, PKK, kürəsəl mafiya ilə bir yerdədir. Bunların hamısı birlikdə kürəsəl mafiya adlanır və o güclər də faşizmindən bir yerdədirlər, Moskva Rus faşizmindən bir yerdədirlər və Azərbaycana qarşı bir qəsd planı içərisində örgütləniblər. Və o örgütlənmə birlikdə Azərbaycanda paralel dövlət yaradıb ki, paralel dövlətin əlindən Azərbaycan Cumhurbaşqanını təhdid etsinlər və onları siyasətlərini hər zaman razılaşdıra bilsinlər. Yox, əgər mümkün olmursa, Azərbaycan Cumhurbaşqanı savaşdan sonra seçdiyi tam bağımsız bir siyasi kurs, Türk ailəsi uğrunda mübarizəni elan etdiyi kimi, bir siyasət onların tam mənada fəlsəfələrinə zidd olduğuna görə onu öldürmək qərarına gəlmələri də təsadüf deyil. Ki, artıq Azərbaycan Cumhurbaşqanı təhdid yolundan, ona olan baskılar yolundan idarə etməyin mümkünsüzlüyünü görüb, aradan götürmək haqqında qərar verib, dövlət çevrilişinə getmək istəyiblər ki, artıq Azərbaycan dövləti tərəfindən, Azərbaycan dövlət ağlı tərəfindən tam mənada ifşa olunub.